İyunun 9-da Yeni Azərbaycan Partiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş Milli Qurtuluşdan zəfər aparan şanlı yol mövzusunda tədbir keçirilib. Əvvəlcə Nazirliyin inzibati binasında Ümumilli lider Heydər Əliyevin büstü ziyarət olunub. Tədbirdə Ümumilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Çıxış edən Ekologiya və Təbii Sərvətlər Naziri Rəşad İsmailov 15 iyun Milli Qurtuluş gününün tarixi əhəmiyyətinə toxunaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi müstəqillik yolunda ciddi dönüş yaratdı. Nazir qeyd edib ki, dahi rəhbər ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşırdı. Azərbaycan müstəqilliyi qazanandan sonra məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə yeni ekoloji siyasət formalaşıb. Bakı və Abşeronun yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına daha böyük əzmkarlıqla başlanılıb. Nazir onu da qeyd edib ki, ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında sıx əməkdaşlıq edilir. Belə ki, 2019-cu ilin 5 iyul tarixində ətraf mühitin mühafizəsi və ekoloji layihələrin həyata keçirilməsi istiqamətində birgə əməkdaşlıq məqsədi ilə Nazirliklə Yeni Azərbaycan Partiyası arasında birgə fəaliyyət proqramı imzalanıb. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov 15 iyun Milli Qurtuluş gününün müasir dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib. Azərbaycan dövlətinin məhv olmaq təhlükəsindən xilası, müstəqilliyimizin dönməzliyinin, şərəfli zəfər yolumuzun başlanğıcı kimi tarixə düşən bu gün xalq lider birliyinin təntənəsini əks etdirməklə həyatımızda yeni bir dövrün əsasını qoymuşdu. 33 il bundan əvvəl 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin sədri seçilməsi tariximizə Milli Qurtuluş günü kimi həkk olundu. Onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sosial-iqtisadi yüksəliş, mədəni intibah və bütövlükdə müstəqil dövlət quruculuğu dövrü kimi yaddaşlara yazıldı. Tahir Budaqov qeyd edib ki, bu uzaq görən siyasət nəticəsində Azərbaycanın inkişafı davamlı xarakter almış və dövlətçilik ənənələri daha da möhkəmlənmişdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi qüdrətini əhəmiyyətli dərəcədə artırmış, regionun aparıcı dövlətinə çevrilərək beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirmişdi. Bütün bunlar isə Azərbaycanın milli gücünün artmasını, müasir dövlətçilik tariximizin ən böyük nailiyyətlərinə və şanlı zəfərə imza atmasını şərtləndirmişdi. Bugün Azərbaycan beynəlxalq miqyasda ətraf mühitin mühafizəsində, iqlim dəyişikliklərinə qarşı mübarizədə və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində fəal rol oynayan qabaqcıl ölkələrdəndir. Ekoloji təhlükəsizliyin təmin olunması, təbii ehtiyatlardan səmərəli istifadə və yaşıl inkişafın təşviqi dövlət siyasətinin əsas prinsipi kimi xüsusi diqqət mərkəzində saxlanılır. YAP sədrinin müavini, Ümumilli liderin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yarandığı gündən cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirərək ölkəmizin tərəqqisinə öz töhfəsini verdiyini də xüsusi qeyd edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında meşələrin inkişafı xidmətinin hüquqi təminatı, insan resursları və sənədlərlə iş şöbəsinin aparıcı məsləhətçi hüquqşünası Azad Əliyev və Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin informasiya təminatı sektorunun məsləhətçisi Nərmin İskəndərli ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində, ətraf mühitin mühafizəsi sahəsində ideoloji işin təşkilində, dövlət siyasətinin təbliğində Yeni Azərbaycan Partiyasının üzvü olan nazirlik əməkdaşlarının aktiv iştirak etdiklərini deyiblər. Onlar Ulu Öndərin yaratdığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına mühüm töhfələr verən Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını söyləyiblər. Sonra partiya sıralarından yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyası himninin səsləndirilməsi ilə başa çatıb.